Keçirik müəllim. Aha, mən hansı mövzunu atmışdım uşaqlar sizə? Müəllim, müxtəsər ifadə. Müxtəsər məqsudları. Müxtəsər yazmışdınız, amma test olsa tam cəbr ifadələr izah etdiniz. Aha, tam cəbri ifadələri izah elədim. Deməli uşaqlar. İndi hamıdan bir soruşacağıq. Görək, oxumusunuzmu? Dəqiq deyin. Oxumusunuzmu, yoxsa oxumamısınızmı? Çatdıra bilməmisinizmi? Müəllim, mən əvvəl bildirdim. Sevinç bilirdi. Rəvan bilirdi. Rəvan bilirdi. Nigar bilirdi. Sonra Şəbnəm bilirdi. O birisilər qalır. Əfsanə. Əfsanə kimdir? Aha. Əfsanə kimdir? Uşaqlar, əfsanə kimdir? Aha. Əfsanə de görək, tənasübdən başlayaq. 3 bölünsün x bərabərdir 7-də 4. Nəyə bərabərdir? Deyir, buradan x-i tapqına. Nəyə niyəcəksən əfsanə? Mən misal görə bilmirəm. 5 dəqiqə yanım. Çıx təzədən yerginə. Mən deyim. Yəni, hər kəsin öz vaxtı var da. Mən bilirəm ki, siz bilirsiniz. O bilməyənlərdən soruşun. Aha. Müəllim, onun arasında vurmadı yoxsa bölmə? Bərabərdir. Bərabərdə çarpaz vurulur. Çarpaz vurulur. Vəssalam. Sonra, de görək, 3-ün 5%-ni tapın. Nə edəcəksiniz əfsanə? Mən 3-ü 5%-ə vurub 100-ə böləcək. Ay, sağ ol. Məsələn, 15-i 100-ə böl. Onluq kəsrə keç. Nə edəcəksən əfsanə? Şifahi. 0,15 olur. 0,15%. Ay, sağ ol. 5%-i 3 olan ədədi tap desə, onda nə edəcəksən əfsanə? Mən 5%-i 3 olan ədədi 3-ü 100-ə vurub 5-ə bölürdük də. Ay, sağ ol, vizyon. Aha. Sonra, de görüm, a kvadratı çıxaq b kvadratı nəyə bərabərdir əfsanə? A üstə gəl b, a çıxılsın b. A üstə gəl b, a çıxılsın nəyə? B-yə. İndi a kvadratı üstə gələk b kvadratın 2 dənə düsturu var. Onu de görək əfsanə. Mən birincisi a üstə gəl b mötərizə kvadratı çıxılsın 2ab. Aha. Sonra bir də a çıxılsın b mötərizə kvadratı üstə gəl 2ab. Ay, sağ ol. Əla. İndi de görək. A üstə gəlinsin b-nin kvadratı nəyə bərabərdir? Əfsanə. Birincinin kvadratı üstə gəl birinci ilə ikincinin hasilinin 2 misli üstə gəl ikincinin kvadratı. Aha. A çıxılsın b-nin kvadratı nəyə bərabərdir əfsanə? Birincinin kvadratı çıxılsın birinci ilə ikincinin hasilinin 2 misli üstə gəl ikincinin kvadratı. A kubu çıxılsın b kubu nəyə bərabərdir əfsanə? A çıxılsın b birincinin kvadratı üstə gəl birinci ilə ikincinin hasili üstə gəl ikincinin kvadratı. Ay, sağ ol. A kubu üstə gələk b kubu nəyə bərabərdir əfsanə? A üstə gəl b birincinin kvadratı çıxılsın birinci ilə ikincinin hasili üstə gəl ikincinin kvadratı. Niyə? Burada çıxmayıdsa, burada hamısı üstə gəlmə olmurdu əfsanə. Mən biraz. Aha. Salam. Salam, salam. Hamınıza sual cavab eləyəcəm. Narahat olmayın. Kim bilmirsə, onu ayrı qrupa keçirəcəm. Bilim işimi ki, kim başa düşəcək, kim başa düşməyəcək. Yaxşı uşaqlar, narahat olmayın. Aha, indi a kubu, a minus b-nin kubunu de görək əfsanə. Əlavə də dərs salacağım 6-cı bazar günü. Birincinin kubu üstə gəl birinci ilə ikincinin hasilinin 3 misli a-nın kvadratı. Aha, sonra? Üstə gəl birinci ilə ikincinin 3 misli b-nin kubu. B-nin kvadratı.
Çıx B-nin nəyi? Kubu. İndi A plus Üstəgəldə B-nin B-nin kubunu kubu. de görək. A-nın kubu çıxılsın birinci ilə ikincinin Niyə? Üstəgələk 3 sahəsi nə misli olur? A-nın kvadratı. Üstəgələk Üstə sahəsi. gəlinsin birinci ilə ikincinin 3 misli B-nin kvadratı. Üstəgəl B-nin kubu. Ay sağ ol. Çox sağ ol. İndi keçək. Görək kim bilmirsə ona. Aylin. Aylin eşidirsən məni? 4 bölünsün y bərabərdir 5-də 1-ə. Aylin səsi açqına mən balam. Mənim necə? Bunu y-i tapqına. Neyi necəksən 4 Aylin? bölünsün y bərabərdir neçə müəllim? 5-də 1-ə. 5-də 1-ə mənim burada cavab eləyəcək 20. Ay sağ ol. 7-nin 8%-ni tap görüm Aylin. Mənim 7-nin 8%-ni tapmaq üçün 7-ni 8-ə vurub 100-ə bölürük. 8% 7 olan ədədi tap. 8% 7 olan ədəd tapmaq üçün 7-ni 100-ə vurub 8-ə bölürük. Ay sağ ol. A kvadrat çıxılsın B kvadratını de görüm Aylin. Mənim A kvadratı çıxılsın B kvadratı, mötərizə daxilində A çıxılsın B, sonra mötərizə daxilində A üstə gəlsin B. Aha. A kvadrat üstə gəlsin B kvadratını de görüm Aylin. Yəqin ki oradan dəftərdən baxmırsan da Aylin, elə? Xeyr müəllim. Aha, de görək Aylin. Mən çatdıra bilməmişdim, tam baxa bilməmişdim də, yarısına baxa bilmişdim. Hə, heç nə olmaz. A kvadrat sonra o birisinə bax yinən. A kvadrat üstə gəlinsin B kvadratının 2 dənə düsturu var. Hansı da Aylin? Müəllim, A çıxılsın B, B-nin kvadratı. Çıxsa üstə gələk 2 AB-dir. Gələk abi. Bəs yaxşı, A üstə gələk B-dirsə, onda kvadratı çıx nə olacaq? A üstə gəl B-dirsə. Salam müəlliməm. Salam Rəsul. A üstə gələk B-dirsə, A üstə gəlinsin B-nin kvadratı. Qoşulu bilmirdim, indi qoşuldum. Hə, heç nə olmaz. Dilinə ginə Rəsul sən. A üstə gəlinsin B-nin kvadratı çıx nə olur? A üstə gəl B-nin kvadratı. Çıx kağıt olur. Üstə gələksə burada çıx olur. Aha. Sonra deyin görək. Məndən sonra soruşarsınız da müəllim. Aha, yaxşı. A üstə gəlinsin B-nin kvadratını de görüm Aylin. Hamıdan soruşacağım. 6-cı bazar günə də dərs alacağım. Narahat olmayın uşaqlar. Aha. Müəllim, saat yarım keçəcək. Sabahları neçədə keçməliyik, bilmirəm. Sabah neçənci gündür? Yox, müəllim, bu günləri 1 saat yarım keçəcək də. Yox, 1 saat keçəcəm. Gündə 6-cı bazar gününə də salacağım uşaqlar. İrəli getmək üçün. Aha, A üstə gəlinsin B-nin kvadratını deyin görüm. Aylin, neçədir? Necədir? Birincinin, Aylin, birinci nə gəlir? Mən birinci A gəlir. A-nın kvadratı. Üstə gəlin. A-nı nəyə vururuq, A-nın Aylin? kvadratı üstə gəlinsin 2AB. 2AB. Üstə gəl B-nin kvadratı. Aylin, sabahları səndən bu müxtəsər vurmanı soruşacağım, Aylin. Eşidirsən? Onları mən deyim, mən bilirəm. Kimdir? Adınızı deyin görüm. Adınızı deyin görüm.